Ona görə də Kərim Xəzər Lənkərandan danışaq. Xəzərlə Neftçi oynayırdı Lənkəranda. Mahir Şükürov keçib Xəzərdən Neftçiyə. Orada kubokudur. Kuboku gəldi beləncə azarkeşləri belə göstərdi ki, utdum. Bizdən keçib də Neftçi elə bir. Keçən il bizdə oynayırdı. Azarkeşlər Mahirin əlindən zəncir çeynəyirlər. Mahir gəlib sağcına oynayır, Neftçi ilə cavab oynadı. Kubok oyunda da qırğın olub. Özü də ki, o Stamenkovic 3 dənə penalı xəttdən qabaqda qaytarıb. 12 il keçib üstündən. Mən hələ də o videoya baxıb dedim. Stamenkovic bir var ki, məsələn, hakimi necə gözün qabağında eləyir. Hakim doğum gününü necə bilirsə, o qədər əmin bilir ki, Stamenkovic qabaqda qaytarır, səsini çıxartmır. Təsir edəcəkmi? Edir. Saşa Stamenkovic! Gözündən qan axır. And ol Allaha deyirəm. Allah buna görə o dünyada cavab verməyə hazıram. Allahın olsun hakim görürdü onun qabaqda qaytardığını. Bax Allahın içirəm. Deməli oyun başlamayıb hələ 3 saat qalıb başlamağa. Başladılar Mahirə təzyiq eləməyə tribunadan. Elədilər. Mahir razminka eləyir. Bax ilk dəfə idi ki, Xəzər Lənkəran azarkeşləri öz oyunçularını çağırmırdı. Bizdə şey var idi, məsələn, Rahid burada onu eləmir. Stadion ancaq Mahirləndir. Bütün stadion. Mahirdən əl çəkmir stadion. Top keçmir Neftçiyə. Mahirləndir. 50 neçənci dəqiqə idi, Mahir bax fırlandı tribunaya, and ola belə qutarım da. Bir bəsdirin də, yəni onu o qədər şey elədilər. Yəni bir yerdən sonra onun elə bir ki, bir də indi kubok yelləyib də bizə bu qədər eləməzlər də. Əl çəkmirdilər.